həftədə 3 dəfə fitnesslə məşğul olmaq sağlam həyat tərzi sürürəm demək deyil. Filan kəs siqaret çəkirdi, 80 il yaşayırdı. Sən yalnız özünü düşünməlisən. Bir aydan sonra toya gedəcəm, tez 5 kilo arıqlamalıyam. Ürək-damar xəstəliyinin dünyada ən yoğun olduğu ölkə bizik. Çox insan depressiv, aqressiv vəziyyətdədir. Və bunun üçün bugün bizim zallarımızda insanlar ölür. Kafein, alkoqol, başqa vasitələr, steroidlər istifadə edildiyi zaman. Çünki biz ölməliyik. Salam, hər vaxtınız xeyir, əziz izləyicilər və dinləyicilər. Azərbaycanın ilk fitness podkast layihəsi olan Fitness Plus podkastının ilk buraxılışını izləyir və dinləyirsiniz. Fitness Plus podkastı müəllifi və rəhbəri olduğum Fitness Hərəkatı adlanan Ümumrespublika Fitness proqramının bir tərkib hissəsidir, bir media qoludur. Fitness Hərəkatı proqramı özündə 5 böyük və çox ciddi layihələr birləşdirir. Biz onun birinci layihəsini, yəni müəllifi olduğum Azərbaycanın ilk fitness kitabı olan Fitness Nədir kitabını artıq təqdim etmişik. İctimaiyyətin bundan xəbəri var. Bu bizim bu istiqamətdə, bu proqram çərçivəsində və ümumiyyətlə Azərbaycan fitness sektorunda elmi istinadımızdır, elmi mənbəyimizdir. Proqramın digər layihələrini biz silsilə şəklində zaman-zaman reallaşdıracağıq və ictimaiyyətə bu haqda xəbər verəcəyik. Onu da qeyd edim ki, Fitness Hərəkatı proqramının əsas məqsədi Azərbaycanda fitness sektorunun bütün profillər üzrə, bütün istiqamətlər üzrə yüksək səviyyədə inkişafına nail olmaq və bu istiqamətdə Azərbaycanı beynəlxalq müstəvidə həm təmsil etmək, həm tanıtmaq, həm də təbliğ etməkdir. Fitness Plus podkastı olaraq bizim əsas üstünlüyümüz və fərqimiz ondan ibarətdir ki, biz bu podkast vasitəsilə fitness və onun əhatə etdiyi bütün istiqamətləri, həmçinin digər idman növlərini, fəaliyyətləri, məşğuliyyətləri və onlara məxsus səciyyəvi problemləri bütöv sistem halında müzakirə edəcəyik və bu müzakirələrə sistematik yanaşıb onları dərin elmi cəhətdən təhlil edəcəyik. Və ilk mövzumuza gəlincə, Epiktet deyirdi ki, insanları hadisələr deyil, həmin hadisələr haqqındakı düşüncələri narahat edir. Bugün Azərbaycanda sağlam yaşamaq yox, sağlam görünmək və sağlam yaşayırmış kimi özünü göstərmək daha çox yayılıb. Biz formanı məzmundan, estetikanı isə biologiyadan ayırmışıq. Mövzumuz belədir. Azərbaycanda sağlam həyat tərzi realdır, yoxsa trend? Biz həqiqətənmi sağlam həyat tərzi yaşayırıq, yoxsa trendlərə qoşulub nələrisə təqlid edirik və bununla da elə hesab edirik ki, sağlam həyat yaşayırıq? Fitness Plus podkastının elmi tərəfdaşı Azərbaycanın ilk və yeganə fitness kitabı olan Fitness Nədir kitabıdır. Kitab 428 səhifədən 100 ən aktual mövzudan ibarətdir, şəkillidir, Azərbaycan dilindədir və yüksək keyfiyyətlə çap olunub. Kitab fitnesslə və ümumiyyətlə idmanla məşğul olub olmamasından asılı olmayaraq hər kəs üçündür. Onu da qeyd edim ki, həm ölkə daxili, həm də beynəlxalq çatdırılma mövcuddur. Şəhərimizin bütün kitab mağazalarından əldə edə bilərsiniz. İlk buraxılışımızın ilk ekspert qonaqlarını təqdim edirəm. Tibb elmləri üzrə fəlsəfə doktoru, kardioloq Üzeyir Rəhimov və psixoloq, ətalət və uğur üzrə lisenziyalı təlimçi, eyni zamanda NLP master trener xanım Həsənova. Xoş gəlmisiniz, xoş gördük sizi studiyamızda. İlk buraxılışın ilk qonağı olmaq necə bir hissdir? Çox sağ olun birinci dəvətinizə görə. Mənə belə bir qismət olub ki, sizinlə bir çox proyektlərdə ilk olma şansım olub. Onun üçün hələ də mənə dəvət etdiyinizə görə çox şadam. Mənə də çox xoşdur. Yəni bu mövzularda ümumiyyətlə sağlamlıq, xüsusən kardiologiya və idmana yaxın və idmanı daha peşəkarcasına izah edən, göstərən, danışan az sayda, yəni razılaşaq ki, az sayda peşəkar həkimlərimiz var. Onlardan da biri və mənim üçün ən öndə gələni Üzeyir Rəhimovdur. Minnətdaram. Siz də xoş gördük. Xoş gördük. Təşəkkür edirəm dəvətinizə görə. Qürur vericidir. Təşəkkür edirəm. Doktor, gəlin akademik bir təməl qoyaq. Tibbi ədəbiyyatda sağlamlıq xəstəliyin olmaması deyil, tam fiziki və sosial rifah halıdır. Bugün
Azərbaycanımızda və xüsusən də gözəl Bakımızın demək olar ki, bütün böyük küçələrində fitness zallar fəaliyyət göstərir. Parklarımızda idman meydançaları qurulur. Restoranlar dietik menyu təklif edir. Hətta marketlərdə dietik rəflər var və o rəflərdə pəhriz məhsulları satılır. Zahirən hər şey ideal görünür, zahirən hər şey əladır. Bəs siz bir kardioloq kimi masada nə görürsünüz? Bu qədər sağlamlıq trendinin fonunda ürək-damar xəstəliklərinin cavanlaşması bizə hansı sistem xətasından xəbər verir? Biz harda yalan danışırıq, harda səhv edirik? Çox sağ olun. Əslində bu dediyiniz siyahını biraz da genişləndirə bilərik. Məsələn, tibb texnologiyaları bu qədər inkişaf edir, dərman sektoru bu qədər inkişaf edir. Buna baxmayaraq insan ömrü, daha doğrusu infarktlar, ölümlər cavanlaşıbmı? Bu sualı çox adam verir. Çünki biz hər gün nə görürük həyatımızda? Gördüyümüz şey budur ki, gənc yaşda insan ölümlərini çox eşitməyə başladıq. Təbii ki, bunun səbəblərindən biri sosial medianın çox aktiv olmağıdır. Amma uzun illər buna inanılırdı. Çox yaxın vaxtda bir yazı çıxdı, yeni bir yazı çıxdı. Bu yazıda son 10 illikdə infarkt yaşı, ortalama infarkt görülmə yaşı 52-dən, 53-dən 45-lərə enib. Yəni, əslində insanlar daha cavan yaşda infarkt keçirtməyə başlayıblar. Bir də başqa bir şey var. Təbii ki, yenə çalışmalar bizə nə göstərir? Vaxtımız olacaq, bu səbəblər haqqında da danışarıq. İnsan ömrü çox uzanıb eyni zamanda. Dünyada 70-in Afrikadan çıxmaq şərti ilə 70-in altında ortalama insan ömrü olan ölkə qalmadı. Hətta Avropada və Amerikanın bəlli bölgələrində 80-in üzərindədir ortalama insan ömrü. Yəni, bu paradoksdur. Bu bizə nəyi göstərir? Elmlə, texnologiyadan, sizin dediyiniz bu apardığımız təbliğatlardan istifadə edib, özünü düzgün yoxladan, sağlam həyat tərzi keçirdən insanlar daha çox yaşayırlar, xəstəliklərini daha yüngül keçirdilər və daha erkən formada tapırlar. Amma buna riayət etməyəndə artıq dünyamız elə bir hal alıb ki, bizim təzyiq, şəkər, nə bilim, xolesterin və s. artdıqca ki, bunlar o qədər artıb ki, hərəkətsizlik o qədər artıb ki, infarkt yaşı gəncləşib. Yəni, burada bir paradoks yaranıb. Bu paradoksu həll eləmək üçün tibbdən, texnologiyadan istifadə etmək lazımdır və bizim durmadan bu təbliğat aparmalıyıq ki, insanlarımız doğru zamanda doğru şey eləsinlər ki, xəstələnməsinlər. Hər şey insanların əlindədir. Bax, o ölkə adları çəkdiniz. Soruşmaq istəyirəm. Lokal mədəniyyət, yəni ölkələrin, xalqların lokal mədəniyyətləri sağlamlığı formalaşdırırmı? Sağlamlığı əgər formalaşdırırsa bir cəmiyyətdə necə formalaşdırır və yaxud təsiri varmı lokal mədəniyyətlərin sağlamlıq formalaşmasında? Təbii ki, çox faydası var, çox təsiri var. Həm müsbət təsiri var, həm də mənfi təsiri var. Bu yaxınlarda bir məqalə oxudum yenə. Buradan Azərbaycana qayıdarıq. Məsələn, İtaliyada dünyada ən çox yaşayan insan ömrü ən uzun olan bir kənd var, adı X bir kənd. Bu kənddə araşdırma aparıblar. Təbii ki, Aralıq dəniz sahili ölkələridir. Bunlar İspaniya, Yunanistan, Türkiyə, bunlar da sağlam qidalandıqları üçün təbii ki, insan ömrü çox olduğu bilinir, amma bir bölgədə daha çox olduğu görülüb və araşdırma nəticəsində görüblər ki, bu bölgədəki insanlar yemək yeyəndə belə 4 nəfərdən az bir yerdə yemək yemirlər. Yəni, sosial əlaqələr insan ömrünə birbaşa təsir eləyir. Bu çox önəmlidir. Məsələn, bugün günümüzdə bu bizim ölkədə, bizim dünyada da çox pozulub. Amma Azərbaycan xüsusilə son 10 illiyə qədər bərabər yemək yeyən, qonaq getməyi sevən, sosial bir cəmiyyət olub. Onun üçün bunun faydalarını çox görmüşük. Hətta bu yaxınlarda bizə xaricdən qonaqlar gəlmişdi bizim beynəlxalq konfransımıza. Onlar bizə sual soruşdular ki, yəni biz Azərbaycanda küçədə evsiz adam görmədik. Bu normal deyil dedi. Haqlıdır əslində. Biz də ona belə bir izahat verdik ki, Azərbaycan belə bir ölkədir ki, burada hər kəsin nəslində bir neçə nəfər var.
o maddi və mənəvi olaraq nəslin digər fərdlərinə kömək eləyir və nəsil birləşərək bu adamı qoruyur. Onun üçün sosial əlaqələrin güclü olduğu bir yerdə, yeməklərin bərabər yeyildiyi, ad günlərinin keçirildiyi ki, bu bizdə çoxdur, insan ömrü çox uzanır. Mənfi tərəfə gəlincə nədir? Bizim cəmiyyətimiz yanlış qidalanır, zərərli qidalanır. Bizdə məsələn söz var, bundan bir şey olmaz, bir kilo, bir dirhəm ət 1000 ay örtər filan sözləri ilə məsələn artıq çəkiyə bir don geyindirmək, bundan bir şey olmaz, örtbas etmək qabiliyyətimiz var ki, bunlar da bizi sağlamlıqda geri salır. Məsələn, siqaret çəkməkdə, ona görə bu mənfi şeylər və son zamanlarda hərəkətsizlikdə. Burada yenə iki şey deyə bilərəm. Bizim mədəniyyətimizə görə son zamanlar cəmaət çox hərəkətsiz olublar, amma bu kənd bölgələrində yaşayan insanlar çox hərəkətli insanlar olduğu üçün də bu da bizim mədəniyyətimizin müsbət formasıdır əlbəttə. Yəni lokal mədəniyyət müsbət və mənfi tərəfdən Azərbaycanda təsir edir. Bir də belə bir ifadə işlədirlər, xüsusən bu bizim qidalanmaya aid hissəmizdəki bizim dədə-babalarımız yarım qoyun yeyirdi. Yəni yağlı qidalanırdı, amma heç nə olmurdu onlara. Yəni bu heç nə olmurdu onlara kim tədqiq edib, kim araşdırıb ki, nə biliblər ki, o vaxt bizim bu dədə-babalarımız yağlı yeyiblər, tarlada işləyiblər və yaxud əkin-biçinlə məşğul olublar. Amma eyni zamanda da deyirlər ki, onlarda heç bir xəstəlik olmuyor, hamısı uzun yaşayıb, hamısı yaxşı yaşayıblar və mətbəximizin müəyyən qədər yağlı və çox ətli olması xüsusi bir xəstəliklər daha da önə çəkirmi bizim cəmiyyətdə? Məsələn, təbii ki. Hansı qidalar, hansı xəstəliklərə daha çox səbəb olur? Siz indi birincisi mən bu sualınızı belə demək istəyirəm. Bizim insanlarımız bunu çox deyir. Həm də bunu siqaret üçün də deyirlər. Filan kəs siqaret çəkirdi, 80 il yaşayırdı. İndi burada bütün siqaret çəkənləri götürüb, siqaret çəkməyənlərlə müqayisə eləmək lazımdır. Bir sağlam genetikası olan insanlar var. Bu bütün xəstəliklərdə belədir. Bu sağlam genetikası olan adam təbii ki, nə yesə də ona çox təsir etməz. Amma ortada istatistika vardı. Biz bayaq proqramdan əvvəl də xanımdan danışdığımız zaman belə bir şey dedi ki, mənə görə sözü yanlışdır. Elm nə deyir? 1800-cü ildən 1945-ci ilə qədər dünyada ortalama insan ömrü 32-nin altında olub. Böyle. Azərbaycanda daha yeni 70 keçdi. Yəni, bugün əgər məzarlığa, qəbirstanlığa gedib gəzsəniz, əksər vəfat edənlərin 50 yaşında vəfat etdiyini görəcəksiniz. Məsələn, dünyada bu belə deyil. Və ümumiyyətlə dünya statistikasına görə Azərbaycan, Orta Asiya, Qafqaz, Orta Asiya, Rusiya qırmızı bölgədir. Yəni qırmızı nə deməkdir? Ürək-damar xəstəliyinin dünyada ən yoğun olduğu ölkə bizik. O tərəfi yoxdur. Afrikanı saymıram, orada insanlar başqa şeydən dünyasını dəyişirlər. Onun üçün istatistik olaraq bu danışdığımız şeylər doğru deyil. Burada təbii ki, başqa faktorlar da var, amma ən önəmli faktorlar bizim yemək alışqanlığımız, vərdişlərimizdir. Çox üzr istəyirəm. Belə bir sual verdiniz ki, bu fikir hardan qaynaqlanır, hansı statistikaya əsaslanır? Ümumiyyətlə, daha az bilgiyə sahib olan insanlar sanki daha çox söz haqqına sahib kimi hiss edirlər psixoloji olaraq. Çünki onların əlində çox məlumat yoxdur. Məsələn, 5 məlumat var. Qonşunun hekayəsi, nəsildə kiminsə hekayəsi, orada misal göstərərək... Ağızdan ağza keçən informasiya. Bəli, daha dar çərçivədə bir analizin nəticəsidir. Və beynin də çox gözəl bir xüsusiyyəti var. Gözəl deyərkən, yəni dırnaq arası deyirəm. Yəni ümumiləşdirmə kimi bir xüsusiyyəti var. Dərhal o məlumatı alır, biraz özündə möhkəmləndirir, işləyir və onu əsas özü də əlavə etmədən digər insanlara ötürür. Bu şəkildə də həmin o sizin dediyiniz əsassız statistik məlumat insanların arasında rahat şəkildə yayılır. Əsassız əfsanələr də belə yayılır. Əslində bir şey daha deyim, mən son zamanlar bunu çox istifadə edirəm. Sizin sözünüzü başqa tərəfdən gücləndirmək üçün sosial media. Bilirsiniz ki, bu sosial mediada siz nədən xoşlanırsınızsa, nəyə qulaq asmağı sevirsinizsə, bunların alqoritması belədir ki, sizin qabağınıza daima bunu çıxardır. Məsələn, siz xolesterin dərmanını sevmirsinizsə, xolesterin dərmanının haqqında X bir qonşu bir şey danışıbsa, elmi məqalə o, sizin qabağınıza durmadan onları çıxardır və siz deyirsiniz ki, tamam, həkimlər səhv deyir, doğru buymuş, işte, bu yanlışı gətirir. Yəni, sosial mediada da belədir. Mənim belə bir müşahidəm var, sanki biz kənardan cəmiyyətimizi izləyəndə
bir Dorian Gray sindromu hiss olunur. Demirəm tam görülür, amma müəyyən qədər ona bənzər bir sindromdur. Daxili çürüməni zahiri gözəlliklə, mükəmməl görünüşlə gizlətmək və yaxud gizlətməyə cəhd etmək, eyni zamanda beləymiş kimi göstərmək. Yəni bu dövrün təzyiqidir, yoxsa insanlar bir-birinə mən də trenddəyəm, mən də nələrsə təqlid edirəm mesajı verir belə davranmaqla. Ümumiyyətlə psixoloji olaraq yanaşsaq situasiyaya, illər öncə bizim insan, yəni Azərbaycan insanı fədakarlığın çox üstün bir keyfiyyət olduğunu qəbul etmişdi. Yəni hər kəs sanki fədakar insanı ən dəyərli insan olaraq təqdim etmişdi və əlbəttə ki, insanlar da dəyərli olmağı seçir. Lakin müəyyən müddətdən sonra bəlli bir yerdə konkret bir sərhəd qoyuldu. Sən yalnız özünü düşünməlisən və sən özün üçün yaşamalısan. Sən yalnız. Yəni əslində ən təhlükəli yer burada başlandı. Və insanlar birinci bu addımda yanlışa harda yol verdilər? Yalnız özlərini düşünərək, yalnız özlərini təqdim etmək istəyi yarandı. Yəni mükəmməl formada təqdim etmək. Fədakarlıq deyil, egoizm önə çıxdı. Və bu istiqamətdə yavaş-yavaş şəkil dəyişməyə başladı. İnsan vizual varlıqdır. Öz vizual bədənini, həyatını ortaya qoymağa çalışdı. Və əlbəttə ki, bu yavaş-yavaş ekosistemi yaratdı. Yəni pillə-pillə gəldi hər şey. Ekosistemi yaradanda da istər-istəməz dövrün istənilən illərinə baxsaq, məsələn, Dostoyevski, Tolstoy götürsək, eyni dövrdə, eyni bölgədə çıxan insanlardır. Digər bütün araşdırmaları aparsaq, məsələn, Gəncəni araşdırsaq, Nizami Gəncəvi dövrünü araşdırsaq və s. Bəlli insanlar, bəlli dövrlərdə meydana gələn insanlardır. Və sizin o dediyiniz insanlıq nə vaxt ki, artıq vizual görünüşə önəm verməyə başladı, çünki ego onu önə çıxartdı və onlar istədi ki, mən varam və mən bu şəkildə varam, bunu göstərməyə. Lakin bu həqiqi istəkdirmi? Yəni sizin dediyinizə gəlsək, daxili istəkdirmi? Xeyr, daxili çürümə desək daha doğrudur. Niyə daha doğrudur? Çünki ümumiyyətlə bir insan, özünə dəyər verən, özünə güvənən insan nə fiziologiyası ilə, nə danışığı ilə, nə səs tonu ilə özünü ortaya qoymağa çalışmır. O sadəcə var. O öz bütününü qəbul edir. O özünü parçalara ayırıb, parçalarını təqdim etməyə çalışmır. O bir bütündür və bütününü qəbul etdiyi zaman içəridə sağlamlıq var. Saflıq dediyimiz o çürüklüyün əksi, yəni saflıq dediyimiz yer oradır, bütünlük. Sanki o pozuldu. Yenə dediyim kimi fədakarlığın yerini aldı egoizm. Bəs bunun ortası olsaydı nə olardı? Bax, o zaman məhz sağlam həyat tərzində yaşayan insan olardı. Məsələn, biz insanıq və həyatımızın bəlli zamanında əlbəttə ki, fədakarlıq da bir insani hissdir. Ego da bir insani tərəfimizdir. Amma bunu nə dərəcədə balanslı istifadə edirik? Əgər biz doğrudan da ortanı tuta bilsək, o daxili çürümə baş verməz. Kənardan baxılanda deyil, elə içinə girəndə də bunu görə bilərik. Ümumiyyətlə, sağlam həyat tərzi sürmək çətindir. Yəni, çətindirsə niyə? Asandırsa niyə? Mən belə fiziolojik tərəflərini danışım. Xanım da psixolojik tərəflərini danışam. Biz hadisəyə bugünkü gündən baxmaq lazım deyil. Biz 40 min ildir dünyada yaşayan Homo sapiensə baxağın. Bu Homo sapiens yaranan zaman, bizim insan yaranan zaman, onun sağlam həyat tərzi sürmək kimi bir qayğısı olmayıb. O sağ qalmaq üçün çalışıb. Sağ qalmaq üçün də sağ qalmalı idi və nəslini davam elətdirməli idi. Buna görə də onun bir dənə dərdi olub, ov tapmaq, yemək yemək. Və yemək yediyi zaman da birinci növbədə nəyə baxıb? Ən kalorili qidanı yeməli idi. Onun üçün bunun bugünkü həyatımıza yansıması nədir? Məsələn, salat yemir, tort yeyir. Yəni, illər ərzində gəlib dönüşdüyü forma budur. Yeməkləri stoklamalı idi, yəni ambara yığmalı idi. Çünki sabaha ümidi yox idi və qış aylarında yaşamağı çətin olub. Onun üçün də nə edib? Bunu yeməyi stoklaya bilmir. İndi hərəkətini azaldıb bugünkü insan. İdmanı buraxıb, piyada gəzməyə başlayıb və beyin ani şeylərdən zövq alır. Yəni, belə
idmandan filan zövq almır. Məsələn, beynin zövq aldığı şeylər daha qısa şeylərdir. Ona yönlənib, məsələn, siqaret çəkmək həmən zövq verir. Tort yemək həmən zövq verir. Amma idman uzun vədəli bir şeydir və insan beyni də uzun vədəli bir şeyə görə yaranmayıb. Ona görə də bunlar uzun illər ərzində formalaşıb. Təbii ki, başqa çətinliklər də var. Birincisi, sağlam həyat tərzi sürmək niyə çətindir? Səbəblərindən biri bu işin sürdürülə bilirliyidir, davamlı olmağıdır. Məsələn, bir gün bir adam bir pəhrizi pozanda, yəni həmən ruhdan düşür və deyir ki, idmanı, tam hər şey bitdi filan, halbuki bunu səhərsin idmanı 2 qat artırıb eləmək, düzəltmək ola bilər. Üçüncüsü nədir? Müasir həyat tərzi, bugünkü bizim əslində bədənimiz qalıb bundan, dediyim kimi, 40 min illik bir homo sapiensdə insandır. Amma bugün süni intellektin və texnologiyanın bu qədər inkişaf elədiyi dönəmdə mən düşünürəm ki, homo sapiensin sonuna gəlmişik. Artıq yeni bir insan forması yaranacaq. Homo eius deyirəm mən bunu, özüm qoymuşam adını. Homo sapiens bitdi. Homo sapiens bitmək zorunda. Zaten bilirsiniz, beyni kopyaladılar. Artıq məsələn bizim normalda insan nə istəyir həmişə? Sağ qal, ölümsüz olmaq istəyir də. Bizim beynimizi alıb kopyaladıktan sonra bir sosial bir dünyaya, kompüterə və biz orada bugün gördüyümüz şeyləri illüziya kimi görə bilsək, yeni yaşamış olacaq. Onun üçün və bu texnologiyanı bizlər hər birimiz buna çatmağa çalışırıq. Buna çatmaq bugünkü insanın beyin işi deyil. Buna çatmaq nə olur? Bilirsiniz, bundan 30 il əvvəl mənim çox verdiyim örnək var. Yemək çox az idi. Yəni biz bir boşqab yemək olardı. Başqa soyuducuda bir neçə şey olardı. Axşam bir yemək yeyərdik. 7-də, 8-də çayla bir qənd içərdik. Tort bilirsiniz, bayramlarda olardı. Şəkərbura ancaq Novruz bayramında olardı. Onun üçün o dövrün insanları arıq idi, təzyiq az idi, şəkər, xolesterin az idi. Bir baxıma məcburiyyətdən elə olublar və hər yerə piyada getmək məcburiyyətində olublar. Amma bugünkü gündə bunları etmək mümkün deyil. Hərəkətsizdirlər, bir çox işlər onlayn həll olur və təqib üçün də onlayn hər şeyi təqib edirlər və onlayn təqib etdikləri bütün hadisələr stres, yuxunu pozur, yaddaşı pozur, hərəkətsizlik, hər yerdə yemək var, sifariş edirsiniz, evə gəlir və bu yeməklər də sağlıqsızdır və birinci maddədə dediyim kimi və bunlar insana qısa müddətdə zövq verdiyi üçün hal-hazırki insanın sağlam həyat tərzi sürdürmə şansı demək olar ki, yoxdur. Onun üçün bir baxıma da bu bir məcburiyyətdir. Ümumiyyətlə bizdən əvvəlki nəsillər həmişə özündən əvvəlkini tərifləyib, şikayət edib. Biz də o dönəmdə bizim vaxtımızda belə idi. Bəli, biz də yeni nəsil bizə elə deyəcək. Onun üçün bir baxıma da sağlam həyat tərzi sürdürmək bu dövrdə çox çətindir. Yəni bu qədər bolluğun içində bu qədər çaşqınlıq var. Bu qədər bolluq və bu qədər işləri çatdırmaq üçün hərəkətsizlik və bu qədər iş çoxluğundan beyin yorğunluğu, stres, psixolojik tərəfini xanım desin, bunlar olduğu halda bu işi sürdürə bilmək, insan növü bunu sürdürə bilmir. Reallıq budur. Bəli, mən də bundan razıyam. Ümumiyyətlə bu hərəkətsizliklə bağlı bir şey yadıma düşdü. Bizim ətalət təlimində bir slayd var. Orada bir səyahətçidən bəhs edilir. Pritchett adında səyahətçidir. Bütün ölkələri səyahət edir, bir də türkləri izləyir. Deyir ki, türklər oturmaq üzrə bir brenddir. Mən sümüyü ilə, iliyi ilə, ruhu ilə, bütün bədəninin hüceyrəsi ilə oturan, türklər kimi oturan birini görmədim. Hətta oturmaqdan bu qədər zövq alan birini görmədim. Bu sanki bizim genetikamızda yəni var oturmaq istəyi. Yəni bir-birinin evinə deyir oturmağa gedərlər. Bir-biri ilə söhbət eləmək üçün oturmağa gedərlər. Gedib oturaq. Bəli, əlbəttə ki, bu son dövrlərin analizidir. Və biz də türk soyumuz olduğuna görə, yəni əlbəttə ki, biz də ora daxilik. Lakin məsələ bilirsiniz harda problemi ortaya qoyur. Biz bir sistemik. Yəni bizim düşüncələrimizlə hərəkətlərimiz hamısı sistem kimi bir-birini tamamlayır. Fiziologiya ilə psixologiya bir-birinə vəhdət şəklində bir insanı əmələ gətirir. Bir digərinsiz mümkün deyil. Və məsələ ondadır ki, biz oturduğumuz halda, hər şeyi oturaraq həll etdiyimiz halda avtomatik olaraq bizim zehinsel ətalətimiz də ortaya çıxır. Yəni beyin də ona uyğunlaşmağa başlayır, çalışmır.
Yəni biz fiziologiyamızı oturtduğumuz zaman özümüz də xəbərimiz olmadan zehnimizi də ora dəvət eləmiş oluruq. Və ən şiddətlisi bilirsiniz nədir? Hətta mən deyərdim ki, biz düşünürük ki, misal üçün hədəfinə çox bağlı insanlar var da, sağlam həyata bağlı insanlar və yaxud da karyerasına bağlı insanlar. Bunlar da belə o oturaq həyat tərzinin nəticəsində özləri də planlamadan, istəmədən, yəni zehinət halətə girir, tənbəlləşir də və belə olan halda insan hədəfindən belə uzaqlaşır. Yəni şuurlu şəkildə deyil, iradəsi yoxdur deyə deyil. Fiziologiya o qədər oturaq halda olur ki, yəni zehni avtomatik özündən ahəngə çağırır və zehin də sistemin bir parçası olduğuna görə əlbəttə ki, yox demir. Və beləliklə də sağlam həyatdan uzaqlaşmış oluruq. Hətta bir şey də əlavə edeyim, mən çox üzr istəyərək. Bilirsiniz, yeni çalışma yayınlandı. Bu son 10 ildə, son 11 illik məktəb qutaran uşaqlarda əvvəlki nəsillərlə zəka testi ediblər və bir çox riyazi zəkada, öyrənmədə, düşünmədə və s. yeni nəslin geri qaldığı sadəcə nədə üstündürlər? 3 səviyyəli düşünmədə üstündürlər. Digər bütün zəka səviyyələrində əvvəlki nəsillərdən geridir. Və bu araşdırmaçılar da nə edir? Tarix boyunca həmişə yeni nəsil əvvəlkindən daha zəki olub. Amma bu nəsil, hal-hazırki quşaq əvvəlki nəsildən geridir. Yenə alimlər deyirlər ki, artıq yeni nəsildə bunlara bizim elədiyimiz şeylərə ehtiyac olmayacaq, riyazi düşünmələrə və s. Amma bu danışdığımız həyat tərzi sadəcə bizim bədənimizi, ruhumuzu deyil, beynimizi də, düşünmə qabiliyyətimizi də azaldıb biraz. İnsanların biraz da yaddaş zəifliyindən şikayət eləmə səbəblərindən biri də budur. Çünki beynimizi düşünməyə vadar etmirik. Analiz qabiliyyətini ciddi bir şəkildə Həm də bax, indi siz dediniz, belə bir fikir mənə gəldi ki, həyatımız tam süni intellektləşəndə, bu yaxın illərdən sonra da, yəni bizim sağlam həyat tərzi hansı formada olacaq? Mən demirəm necə olacaq, yəni hansı bir formada biz yaşayacağıq? Yəni sağlam həyat tərzi ifadəsi qalacaqmı? Nə olacaq bunun axırı? Yəni tam süni intellekt elementləri ilə yaşasaq. Demək ki, fikirləşməyəcəyik o vaxtda. Belə çıxır ki. Bu Matrix kinosu filan boşuna çəkilməyib. Bunların hamısının çəkilmə səbəbi odur. Dünya ora gedir və uzaq görən insanlar cəmiyyəti buna hazırlayırlar. Yəni bir tabletka şəklində siz istədiyiniz dadı, zövq ala biləcəksiniz. Yəni dünya ora gedir. Onda belə çıxır ki, ümid var ki, indikindən daha yaxşı ola bilər. Hər şey daha təkmil olacaq. Hər şey bir tabletdən asılı olacaq. Dırnaq arası. Yoxsa sizcə? Yəni belə deyim, əslində bəli biz yəni fərqli həkim müayinələrinə getməyəcəyik, nə bilim, fərqli dərmanlar qəbul etməyəcəyik. Hər şey daha tez, daha asan formada həll olacaqsa nöqtələr. Mən belə deyim, mən əslində istənilən mənfi vəziyyətdə olsa da müsbət şey düşünən bir adamam. İndi sizə müsbət tərəfləri də deyim bu barədə. Məsələn, bundan 50 il əvvəlki müalicəyə baxırıq kardiologiyada. Heç bir dərmanları olmayıb və tibb insanları müalicə elədiyini düşünüb də. Halbuki ciddi bir şey etməyib. Məsələn, bugün bizim istifadə elədiyimiz dərmanlar ultra dərmanlardır. Texnologiyalar ultradır. Amma bundan bir 20 il sonra elə bir şey çıxacaq ki, bir dənə genetik dəyişməklə o xəstəlik bitəcək. Ki, belə bir şey də çıxdı ha. Bilirsiniz, FDA, Amerika Qida və Sənaye Agentliyi Administrasiyası xolesterin genetikasında kiçik bir dəyişiklik dəyişməklə çox yeni oldu bu hadisə. Bir genetik bir dərman vururlar, sistem köçürdürlər, genetikada kiçik bir xolesterin sintezində qaraciyərdə dəyişiklik edirlər və xolesterin 60% aşağı düşür. Tibb bundan sonra belə şeylər çox eşidəcək. Bunun əslində təzyiq üçün olan versiyası da var. Zimalı bir dərman vardı, adı indi tam yadımda deyil, Z ilə başlayırdı. Bu dərman var, bir tabletkasını içdiyiniz zaman 6 ay təzyiqiniz olmur. Bir injeksiya ilə. Xolesterin dərmanları barədə çoxdur. Bir iynə ilə xolesterin 6 ay düşür. Düşünsənize, hər gün dərman atmaq məcburiyyətinə qalmırsınız və tibbdə belə şeylər çox dəyişik şeylər olacaq. O simptomu aradan qaldırır, yoxsa müalicə edir o 6 ay? Belədir, məsələn,
Bizim bədənimiz əslində işin biraz detalına getsək, bizim bədənimiz belə formalaşıb ki, xolesterin biz anadan olanda bizim LDL dediyimiz pis xolesterinimiz 25-dir. Bu bizim zəkamız üçün filan yetərlidir. Əslində bilirsiniz, bu xalqımız deyir, mənə görə yüksək xolesterin beyin üçün lazımdır. Beynin ən sürətli inkişaf elədiyi dönəm ilk 14 ildir. Beyində sinapslar, əlaqələr yaranması ən üst səviyyədədir. Ən aşağı xolesterol olanda. Yəni xolesterinlə beyin arasında əlaqə yoxdur. Onun üçün bunu qoysunlar qırağa. Yaş artdıqca bizim bir alqoritmamız var. Bizim bu bədən bir gün tükənməlidir. Tükənmək üçün səbəblərdən biri xolesterinin metabolizmamız 40 yaşımızdan sonra yavaşlayır. Bədənimizdə xolesterin metabolizması, şəkər metabolizması, inflamasiya dediyimiz mexanizmlər var da. Bunlar pisləşməyə başlayır. Bədənimizdə yağlar yığılmağa başlayır. Çünki biz ölməliyik. Aydındır, bizim bədənimiz bunun üçün formalaşıb. Bu bitməlidir bu həyat. Bunun üçün proqramlaşıb. Proqramlaşıb, bəli. Tip neynir? Bunu gecikdirir. Vaxtında gedənin xolesterini salır, damarını açır, başqa problemlərini düzəldir, onkologiyasını tapır. İndi bunlar dediyim kimi bu vasitələr insan ömrünü uzadacaq, hara qədər gedəcək bilmirəm. Belə bir şey də var. İnsanlar intellektual olaraq nələrin zərərli, ziyanlı olduğunu bilir. Amma emosional olaraq o zərərlərdən, vərdişlərdən qopma bilmir. Yəni qopmaq çətindir. Bu psixologiyada kütləvi kognitiv dissonansdır, yoxsa milli xarakterimizin bir parçasıdır? Yəni nədir bu hal? Ümumiyyətlə insan kiçik həzlərə daha meyllidir. İnsan beyni daha öncə də doktor dedi. Yəni daha az əmək verən şeylərə meyllidir. Ona görə də niyə bu yaranır? Gəlin bu tərəfdən baxaq. Çünki hamı belə deyil. O insanlar ki, tam sağlam həyat tərzinə çatır və yaxud da ümumiyyətlə istədiyi həyatın hər hansı sahəsi olursa olsun, orada nailiyyət əldə edirsə, bu deməkdir ki, onun o mövzuyla bağlı hədəfi var. Yəni, zehin nələrəsə rəğmən gedir. Hamımız bu yerə, nələrəsə rəğmən çatmışıq. Çünki hədəfimiz bu olur. Hansısa istirahət zamanımızdan kəsmişik və yaxud da yuxudan kəsmişik, oxumuşuq, nə isə eləmişik ki, bu mövqeyə gəlib çatmışıq. Və sağlam həyat tərzi necə? Bir insanın ümumiyyətlə hədəfidirmi, yoxsa deyil? Yəni, əgər beyni nəzərə alsaq, o rahatı seçəcək. Lakin hədəfi nəzərə alsaq, o kognitiv dissonans mövzusu aradan çəkilir. Yəni hədəf önə keçir. Və ümumiyyətlə hədəfi kontrol eləmənin ən sadə yolu bilirsiniz nədir? Mənim həyatımda nələr dəyişəcək? Və o nələrdən imtina etməliyəm, nələri həyatıma əlavə etməliyəm ki, gedib bu hədəfə çatım. Yəni beyin çox gözəl bir sadəlöv orqandır. Yəni bu həm işimizə yarayır bəzi hallarda yaramır. Sadəlövlüyü bir tərəfdən digərləri idarə edirsə işə yaramır. Amma digər tərəfdən də biz onu inandırırıq ki, yəni sən bunu asanlıqla idarə edə biləcəksən. Belə olan halda biz addımlarımızı çətin də olsa atırıq o hədəfə doğru. Yəni dolayısıyla belə desək, biz konkret bir təsnifat üzrə bölə bilməyəcəyik. Amma əgər düşünsək ki, sualın birinci hissəsinə baxsaq, bu qismin payı varmı? Bəli, var. Çünki insan dediyim kimi daha qısa müddətli zövqlərə meyillidir insan beyni. Amma hədəf varsa, xeyr, yəni o artıq ona doğru gedir. Doktor, sizcə, mən sizdən də o cavabı istəyəcəm. Sağlam həyat tərzi istiqamətində bizim özümüzə məxsus, yerli, lokal, səciyyəvi komplekslərimiz, adətlərimiz, üsullarımız varmı, mənfi və ya müsbətə? Bir də ki, bir ifadəyə çox həmişə fikir verirəm. Biz insanlar bir-birinə müraciət edəndə, bir şeyi təklif edəndə, o yemək məsələsində deyir ki, yedi oturaq çörək yeyək və yaxud soruşur, çörək yemisən? Həmişə çörək soruşulur. Yəni heç kim demir ki, yemək yeyək. Yemək sözü deyilmir. Həmişə çörək. Yəni biz doğrudan belə çörək sevən xalqıq, çörək yeyirik çox, yoxsa bu zərb məsələdir, nədir bu? Mən əslində qısa hekayələr də yazıram. Bu hekayələrdən biri də çörək idi. Bu çörək hekayəsini Covid dönəmi yeni başladığı zaman insanlar bir-birini
çörək növbəsində qırdığı üçün Azərbaycanda yox, bütün dünyada, Azərbaycanda da o vaxt yazmışdım. İndi bunun detallarını danışmayacağam sizə. Bu əslində çörək sadəcə bizim xalqın deyil, bütün dünyada çörək üzərinə çox anlam yüklənib. Atalar sözlərimiz buna görədir və düşünməyin ki, təkcə bizə görədir. Bilirsiniz, Fransa inqilabı dönəmində Marie Antoinette deyirlər ki, xalq üsyan edir. Deyir, xalq nə istəyir? Deyir, xalq çörək istəyir də. Deyir ki, çörək yoxdur, pasta deyirlər. Pasta bugün türk dilindən bizim dilimizə çevirəndə tort demək deyil. Onların xüsusi bublik növləri var, əslində daha bahalıdır. Deyir, ondan verin yesinlər. Yəni, çörək, bizdə də atalar sözü var, çörək bol olsa basılmaz vətən. Yəni, biz bütün rəfah səviyyəmizi çörəyə bağlamışıq. Bir də bu əsasən İkinci Dünya Müharibəsi dönəmində olub. Bilirsiniz, İkinci Dünya Müharibəsindən sonra böyük qıtlıq olub və əslində insan ömrünün uzamağı İkinci Dünya Müharibəsindən sonra başlayıb artmağa. Amma 60-cı ildə çox böyük bir aclıq olub, xüsusilə də SSR ərazisində. O səbəbdən yeyiləcək tək şey ət-mət çox olmadığı üçün çörək olub. Ona görə çörək sözü bizim dilimizdə çox məna ifadə eləyir. Çox məna yüklənib ona olduğundan çox. Bunu birinci sualınıza qayıtsaq, bundan əvvəlki sualınıza, çörək yemək yerinə, məsələn, idman eləmək desək, gedək bərabər oxuyaq desək, əslində bunlar hamısı, bu məsələlər, xanım danışdığı kimi, mürəkkəb məsələlərdir. Burada psixolojik dəstəyə ehtiyac var. Məsələn, bir insanın bir şeyi tək eləməyi daha çətindir. Amma məsələn, biz tələbə olanda nə edirdik? Tələbə yoldaşımızla bərabər imtahana hazırlaşırdıq. Bu, bir-birimizi pozitiv yöndə stimulə eləyirik. Və yaxud da idmana getdiyiniz zaman bir-birimizi stimullaşdırırıq. Və yaxud məsələn, siz əgər evdə stolunuzun üstündə yemək varsa, təbii ki, yemək istəyəcəksiniz. Amma idman ayaqqabısı, idman paltarı olanda təbii ki, idman istəyəcəksiniz. Onun üçün bizim xalq, məsələn, bu çörək yemək işində bir-birini sevir və bərabər belə vaxt keçirməyi sevir. Son zamanlar düzdür başlayıb idman, velosiped sürmək və s. bir-birinə baxıb, bir-birini təqib edirlər, amma bu çox aşağı səviyyədədir. Ümid edirəm ki, zamanla dəyişər. Hələ ki, lokal mədəniyyətimiz buna çox icazə vermir. Bizim fitness zalına gələn insanlar da fitnessdən əlavə yığışırlar, gedib qapalı yerdə məsələn futbol oynayırlar və yaxud basketbol oynayırlar. Sadə adamlardır, yəni sosiallaşırlar fiziki mənada, tək fitnesslə kifayətlənmirlər. Amma ümumən, yəni cəmiyyət miqyasında götürsək, dediyiniz kimi hələ ki o səviyyədə deyil. O reelsdə deyil, yəni. Mən bundan ümidsizliyə qapılmamağı tövsiyə eləyirəm. Nə üçün? Deyir ki, bir bahar, bir çiçək hər şey deyil. Baharın gəldiyi deyil, amma baharın gələcəyinin xəbərçisidir ilk çiçək. Onun üçün də bu işlər üçün biraz zaman lazımdır. Bir çox şey dəyişəcək. Ümid edirik ki, bu da artacaq. Çünki artır. Məsələn, bundan bir 5 il, 10 il əvvələ baxdığımız zaman bugün dediyimiz idman zalları haqqında çox bəsit primitiv idman zallarında məşqçi nəzarəti olmadan edilirdi. Bugün nə qədər olub, nə qədər bu sahədə sizin kimi təbliğat aparanlar, kitab yazanlar, insanları bilgiləndirən var. Məncə müsbət yöndəyik. Ruhdan düşmək olmaz. Amacımıza çatacaq, hədəfimizə çatacaq. Əlavəniz var. O çörək mövzusu ilə bağlı deyim ki, bu biraz da dil vərdişinə çevrilib. Yəni insanlar eyni sözü işlətdikcə artıq dil vərdiş halına alır. Yəni bəlkə də yemək yeyək deyə düşünür. Sadəcə gedək çörək dilində yeyək. Zərb məsəl kimi ifadə bu şəkildə. Yəni o fikri bu şəkildə ifadə edir, belə deyək. Amma şuur altında yeməkdir. Yeməkdir də çörək deyil yəni. Bəli. Amma çörək sevirik mi? Məncə sevirik. Sevən milləti, yəni az adam. Sizin praktikanızda, siz pəhriz də, yəni pasientlərinizə, yəni əməliyyatdan sonra falan yəqin ki, pəhriz tətbiq edirsiniz. Orada ümumiyyətlə tibbdə və yaxud kardiologiyada bu gün çörəyin yeri hardadır? İndi bilirsiniz, bizim diyet haqqındakı tövsiyələrimiz son 20 ildə o qədər dəyişdi ki, ən son tövsiyə bunu deyir ki, təbiətdə olan hər şey ümumiyyətlə fəlsəfi olaraq da düşünsək, bizim üçün yaradılıb. Tək bizim üçün yox, yer üzərindəki canlılar üçün yaradılıb. İnsan, heyvan və bitkilər üçün yaradılıb. Bunlar bizim üçün yaradılıb. Təbiətdə olan hər şeyi yeyə bilərik. Amma
az dozasında. Ben burada dediğim yine bir şey var. Faydalı olan şeyin azı faydalıdır. Çoxu faydalı değil, çoxu zərərlidir. Nizami Gəncəvi də deyib ki, birinci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da və ya suda. Bunu deyib. Onun üçün bu bir. İkincisi gələyin çörəyə. Çörək əgər tam buğdadan, tam çovdardan, tam arpadan, köhnə üsullarla üyüdülmüş şəkildə həqiqi çörəkdirsə, qaydasında yemək bizim üçün faydalıdır. Amma bugün bizim yediyimiz bir çox çörəklərdə bilirsiniz, onun qabığı və rüşeymi çıxardılaraq ortadakı nişasta hissəsi daha çox istifadə edildiyi üçün biz bunu çox tövsiyə eləmirik, amma həqiqi çörək qaydasında yeyilməsinin heç bir zərəri yoxdur. Yəni tam imtina yoxdur da çörək. Xeyr. Yəni tibbdə yoxdur. Xeyr. Bəli. Burdan bəzi necə deyirlər? Bugün üçün yoxdur. Sabah nə olacaq bilmirəm. Bu mesajı həm də məşqçiliyə yeni başlayan fitness məşqçilər, nə bilim, onların yanına gələn sadə vətəndaşlar bilsinlər. Çünki bu məsələ çox mübahisədə olur fitness zallarında. Bir qrupu deyir çörək kəs, bir qrupu deyir növün dəyiş, bir qrupu deyir yemə ümumiyyətlə və yaxud vətəndaş da öz başına deyir ki, mən çörəyi kəsdim kimi ifadələr də var. Səbəbini bilmədən, araşdırmadan buna olarmı, olmazmı? Mən aralamaq istəyirəm, çörəyi kəsmişəm. Axşam 6-dan sonra çörəyi yemirəm. Ümumiyyətlə yeməkləri çörəklə yemirəm və təəssüflər olsun ki, bəzi məşqçilər də tələbəsinin və yaxud atletinin, müştərisinin o individual tələbatlarını nəzərə almadan, müəyyən hansısa tibbi problemləri varsa, yoxsa heç bunu bilmədən, soruşmadan ona qəti şəkildə həkimcəsinə göstərişlər verir. Ya kəs, ya artır, ya növün dəyiş filan. Yəni buradan da istəyirik belə bir xoşməramlı mesaj verək ki, tibb üzrə fəlsəfə doktoru deyirsə ki, çörəyin insan həyatında həmişə yeri var, amma xüsusi qaydası ilə, demək ki, çörəkdən qorxmaq lazım deyil, idmanda da. Bunu bir cümlə ilə icazə versə yekunlaşdırım. Əslində mən pasiyentlərimə bayaq dediyim söz deyirəm ki, təbiətdə olan hər şey bizim üçün yaradılıb. Bunu istifadə edə bilərik qaydasında və yaxud bizim bunu dini kəsimdən olan insanlara da bu şəkildə deyirəm ki, Allahın yaratdığı hər şeyi qaydasında istifadə edə bilərsiniz, çox xoşlarına gəlir. Qısaca formul budur, düstur budur ki, təbiətdə olan hər şeyi qaydasında, istifadə qədərində istifadə edə bilərsiniz. Mən istəyirəm biraz da bu sağlamlıq anlayışının trendləşmiş versiyasından danışaq. Həqiqətən bugün, yəni danılmaz vaxtı Azərbaycanda da və dünyada da biz izləyirik sosial şəbəkələrdən bu sağlam yaşayırmış kimi göstərişlər, mən sağlamam, mən fitəm, mənzərəsi yaratmaq. Bu trend başlayıb. Yəni bunun da hələ ki qarşısını almaq qeyri-mümkündür. Bizdə yaranmayıb, biz onu təqlid edirik və biz və digər məsələn cəmiyyətlər də pis yaxşı. Əslində mənə görə pis təqlid olunur. Yəni səhv təqlid olunur. Ümumiyyətlə təqlid yaxşı şey deyil. Yəni bu ayrı mövzudur. Sosial şəbəkələrin bu gün TikTok xüsusən və Instagram sağlam həyat tərzi anlayışını, sağlam yaşamaq anlayışını və yaxud sağlam bədən görünüşünü nə dərəcədə dəyişib, pozub və yaxud istiqamətini səhv yerə aparıb. Yəni psixoloji olaraq insanlar baxır kontentə, reelsə, storyyə. O baxdığı insan da mənzərə yaradır orada əslində. Kulisdə tam başqa bir şeylərdir. Özü bəlkə də sağlam deyil, amma sağlam özünü göstərir. Özü, misal üçün, qeyri-təbii, deyək ki, üsullarla müəyyən forma yaradıb özünə, amma çıxır orada təbii forma əldə etməyə yollarını danışır və öz üzərində göstərir. Yəni, insanları fərqli istiqamətdə yanlış yönləndirmə var. Bunu da götürən yeniyetmə olsun və yaxud sadə bir vətəndaş olsun, həmin sektordan anlaşı olmayan, onun düşüncəsində, beynində nələr dəyişir və yaxud nələr pozulur psixoloji baxımdan? Ümumiyyətlə, bir insan nə qədər eyni şey görürsə, ona beyin daha uyğunluq göstərir. Məsələn, mən desəm Yujutos hamımızın ağlına bəlli bir marka gələcək və yaxud da başqa hansısa bir məhsul adını çəksəm, onun brendinin
adı gələcək ağlımıza. Niyə görə? Daha çox göstərildi bizə, daha çox təqdim olundu. Öncə televiziyada, daha sonra sosial şəbəkədə və s. Məsələ ondadır ki, o sizin dediyiniz görüntü də sanki satıldı insanlara. Yəni o obraz insanların beyninə həkk olundu. Yəni o olursa mən də o şəkildə olmaq istəyirəm. Yəni müqayisə ümumiyyətlə biz bu barədə də danışmışdıq. Mənim fikrim belədir ki, insan müqayisə etməlidir. Niyə görə? Çünki beyin müqayisə etmədən anlamır. Beyin ölçərək anlayır. İstini bilirik, soyuq var. Bəlkə bilirik, çünki yumşaq var. Lakin məsələ ondadır ki, nə dərəcədə biz beynimizə o sağlam müqayisəni göndərə bilirik? Məsələn, biz ən uğurlu insan olmaq istəyiriksə öz peşəmizdə, biz bu zaman nəinki özümüzü keçmişimizlə deyil, bugünümüzlə deyil, ölkə çərçivəsi ilə də deyil, dünya ilə müqayisə etməliyik. Çünki daha yaxşı metodlar çıxmışkən mən dünənə görə özümü müqayisə etsəm, ən yaxşı ola bilmərəm. Bax, burada da beyin onsuz da müqayisə edir. İki kateqoriyaya bölsək insanları, onların zehni, yəni 5%lik bizim aktiv hissəmiz var, şuur deyirik. 95% şuur altıdır, bəlli proqramdır, depodur. Yəni artıq müəyyən yaş müddətinə qədər əlaqə yaranıb, neyronlar arasında məlumatlar toplanıb, depoda hər şey, necə ki çayı, suyu içərkən biz heç nə düşünmürük, sadəcə götürürük, içirik. Digər mövzularda da o şəkildə. Amma şuur 5%lik hissə, o depoda olanları həyata keçirərkən müqayisəyə başlayır, analiz edir. Yəni, dəyərmi bunu müqayisə etməyə? Ola bilər ki, sosial şəbəkə bunu mənə satır. Ola bilər onu dəfələrlə göstərir. Hamı elə deyil. Hamı, məsələn, siz dediniz ki, sosial şəbəkəyə baxır, hər kəs uyğunlaşırmı? Xeyr, hər kəs uyğunlaşmır. Mən deyərdim ki, hətta indi müasir, məsələn, gənclərin arasında diqqət yetirirəm. Onlar anlayırlar artıq. Çox gözəl ki, psixologiya elmi artıq inkişaf eləməyə başladı. Onlar anladı ki, bir insan yalnız fiziologiyası ilə özünü təqdim etdiyi zaman yenə də bütün olmur. Yəni, bu bir boşluğun da nəticəsi ola bilir. Yəni, insan duyğusal olaraq boşdur, dəyər olaraq boşdur və özünü nə iləsə təqdim etmək istəyi yaranır avtomatik olaraq. Belə olanda da həmin o görüntü, fit görünmə istəyi meydana gəlir. Lakin bu dediyim kimi daha öncə də biz hərəkətsizliklə bağlı danışdıq. Oradan da bağlasaq bu mövzuya, yəni hara gedəcəyik deyərkən, məncə yaxşı yerə gedəcəyik. Çünki misal üçün bu yaxınlarda belə marafon keçirildi, qaçış marafonu. Bilirsiniz nə qədər adam qatılmışdı, nə qədər şirkətlər qatılmışdı. Yəni mən yaxınlarım iştirak eləmişdi deyə tam rahatlıqla işin, mövzunun içindəydim. Yəni o qədər sevindirici hal idi. İnsanlar sosiallaşırdı, insanlar bir-biri ilə daha hərəkətli olmaq üçün yarışa girmişdilər. İndi də yenə də o 5%lik şuur kütləsi aşağı olana sizi əmin edirəm, istəyir sosial şəbəkəni bugün bağlasaq belə, onlar bir yerdən yenə də o depodakı bəlli limitli məlumatlara əsasən yenə də başqa bir istiqamətdə zərərli bir işlə məşğul olacaqlar. Amma yaş kateqoriyasını nəzərə alsaq, məsələn, müəyyən yaş kateqoriyasında insanlar sağlam həyata daha üstün tuturlar. Onlar sanki insanın bir şey əlindən çıxanda daha çox onu qaytarmaq istəyir axı. O sağlamlığın əldən çıxmasın deyə daha çox qayğısına qalmaq istəyirlər. Sosial şəbəkənin payı varmı desək var, lakin öz şuurunu istifadə edə bilən insanlara o qədər də təsir etmir. Bəs siz bir təhlil və yaxud bir monitorinq aparmısınızmı? Özünüz üçün sadəcə bu sosial şəbəkələrdən bu cür yanlış paylaşımları izləyən insanların yaxşını pisdən ayırd etmə bir faizi var. Yəni insanlar ayırd edə bilirmi ki, bu zərərlidir, bu yaxşıdır, yaxşının dalınca gedənlər çoxdur, yoxsa ziyanlı kontentə baxan daha çoxdur? Gəlin birinci elə Instagramın... Və varsa yaş qrupun üzərində. Instagramın, TikTokun özünün alqoritminə baxaq.
Yəni biz bir post hazırlayırıq. Məsələn, mən özüm böyük bir tədbir keçirtmişəm və onu təqdim etmək istəyirəm. Üstünə bir musiqi yazmaq istəyirəm ki, daha maraqlı alınsın. Instagram dərhal məhdudiyyət qoyur. Amma çox cəmiyyətə çox zərər verə biləcək bir şey önə çıxarır. Yəni artıq Instagram özü pozur və onu təqdim etdiyi zaman insanlar heç bir belə statistik məlumatım yoxdur əlimdə ki, deyim ki, aparmışam daha çox nəyə meyillidirlər? Asana meyillidirlər deyərdim. Bəli, asana, daha asan və rahat. Asan və rahat. Tez olan. Yəni bir də yenə deyirəm, insan hədəf məsələsi var da. Nə istəyir? Çox izləyici sayımı istəyir. O daha kəşf deyə bir yerə düşməkmi istəyir, yoxsa öz tərzini, öz dəyərini qoruyaraq işini orada təqdim etmək istəyir. İkisinin arasında böyük fərq var. Öz işini, kimliyini, xarakterini qoruyan insan heç bir platforma, heç bir sayt, heç bir şey onu özündən uzaqlaşdırmır. O işini özünə layiq bildiyi şəkildə təqdim etməyə davam edir. Instagram, TikTok hamımız üçün var. Amma orada hər kəs özünü fərqli şəkildə təqdim edir. Düzdürmü? Əslində insan odur və digərləri də hansını seçir? Yenə də öz dəyərlərinə uyğun olanı və əgər dəyərlər möhkəm deyilsə, daha asan olanı. Tibbi baxımdan varmı bunun bir əlacımı deyim, siz baxanda, yəni böyük rakursdan baxanda? Bizim ən önəmli problemlərimizdən biri, yəni xanım dediyi kimi, biz qısa vədəli insan beyni, bu bizim əlimizdə olan bir şey deyildir. Bunlardan zövq alırıq. Siqaret çəkim, içki içimdən, tort yeyim, yeyib içməyə getmək budur. Amma bir də uzun vədəli şeylər var. Onun dadını aldığı zaman insan, baxın, onun dadını aldığı zaman həqiqi zövqünün olduğunu bilir. Məsələn, mən sizə belə bir nümunə verim. Bir beynəlxalq jurnalda bir məqaləniz nəşr edildiyi zaman aldığınız zevqin bu dünyada eşib dəyəri yoxdur, bərabər yoxdur. Məsələ budur ki, bizim gənclərimiz bunu dadmayıblar. Olmayıb. İndi biz müəyyən dərəcədə çalışırıq, müəyyən şeylər, addımlar atmağa çalışırıq, yavaş-yavaş tərpənib, amma gənclər bunu dadsalar, bir çox bizim dediyimiz o boş zövqləri buraxacaqlar. Çünki bu çox dəyərli bir şeydir. Çünki gənclərimiz trendləri təqlid edir hələ ki, ona görə. Başları trend təqlid etməyə məşğuldur. Valla mən buradan deyirəm, mənim şəxsi fikrimdir, biz hələ ki sağlam həyat tərzi sürmürük, sağlam həyat tərzi yaşamırıq. Biz mövcud trendləri təqlid edirik. Hələ ki təqlidlə məşğuluq, gəlin razılar. Mənim şəxsi fikrimdir, bilmirəm, biz təqlid edirik də. Mən öz sektorumun, mən fitness sektorundan deyirəm, idman ictimaiyyəti adından deyim, belə deyək. Orada da bu dəqiqə təqliddir. Hələ ki təqlid edirik. Yəni yad demək mədəniyyətləri, səhv görüntüləri, məlumatları baxır ona gənc və yaxud orta yaşlı bir insan araşdırmadan, niyəsini bilmədən, nəyə xidmət edir deyə bir soruşmadan, öyrənmədən onu avtomatik təqlid edir. İdman zalındaca və bunu çəkir. Sonra paylaşır. Və bir aydan sonra deyir mən məşqçiyəm. Bilirsiniz, hamısı deməyək, bayaq dediyim o ümumləşmə filtri artıq bizim kütləvi deyək. Daha çoxu daha desək, çox deyək, biraz yəni. daha ədalətli olaraq. Niyə görə? Axı etməyənlər də var. Siz edirsinizmi? Mən etmirəm. Sağlam həyat sürürsünüzmü? Çalışıram. Biz də Tam mənasıyla ona nail olmaq çalışırsınız, amma çalışırıq. Yəni o zaman bizdə hamısı dediyimiz zaman bizdən bilirsiniz kifayət qədər var və biz hamısı dediyimiz zamanda hardasa bir insanlarda hamı elə də elə sən də elə ola bilərsən mesajını vermiş olaraq. Yox, amma daha bir çoxu çoxluq var. Bəli, Yəni biz çoxluğuz. Biz bəli, istisna hallar mən demirəm burada. İstisna məsələn bir 30% desək varmı? Təqlid edən, sağlam yaşayan 30%. 30% varsa 30% biraz çox böyük rəqəmdir məncə də, amma çoxdur, yəni. Olsun 20. Valla çox azdır. Məncə çox azdır. Tamam, mən buna bir şey deyim. Ümumiyyətlə məsələn elmi olaraq, elm baxımından birini təqlid eləmək problem deyil.
Məsələn, mən Azərbaycana təzə gələndə biz protokollar hazırlayırdıq. Milli protokollar. Milli protokol Azərbaycanda necə ola bilər? Burada milli elm yox, araşdırma yox, tədqiqat yox. Təbii ki, yazılır, doldurulur. Yox, nə milli protokoldan danışa bilərsiniz? Sizin elmi nəşriyyat sayınız azdır və milli protokol hazırlayırsınız. Bu işin dünyada aparılan örnəkləri var. Beynəlxalq təcrübə var. Beynəlxalq təcrübə. Azərbaycan Kardio Cəmiyyəti Avropa Kardio Cəmiyyətinin üzvüdür. Evet. Orada nümayəndələrimiz iştirak edir. Bu rəhbər tövsiyələrin hazırlanmasında da son illərdə iştirak edirik. Onu alıb tərcümə edib Azərbaycan həkiminə verəcəksən ki, Azərbaycan xalqının rəfah səviyyəsini səhiyyə baxımından yüksəltsin və bunu tələb edəcəksiniz. Yoxsa duraq biz öz protokolumuzu hazırlayaq. Bu olası şey deyil. Bu baxımdan bunu təqlid etsinlər. Tədqiqatlar necə aparır, təqlid etsinlər. Buna okeyəm. Buna bir şey demirəm. Siz dediyiniz bəhrələnmədir, doktor. Mən yanlış şeylərin təqlidini deyirəm. Yəni yanlış göstərilən məlumatın sosial şəbəkədə baxanda bilirik ki, bu yanlışdır da. Amma bunun təqlidi gedir. Yəni kopyası gedir. Özü olmaqdan çıxır. Halbuki siz deyən kimi bəlkə də bunun özünün yaxşı potensialı var, yaxşı mütəxəssis ola bilərdi və s. Öz potensialını açmaqla məşğul olmaqdansa hazır, o bayaq dediyimiz məsələdir, tez və qısa olan nəticələrdən zövq almaq. Tez və qısa olsun deyə onu avtomatik təqlid edir. Amma onun yerinə özünü inkişaf etdirə bilər. Beynəlxalq təcrübədən bəhrələnə bilər, onu özünküləşdirə bilər və öz mütəxəssislərini yetişdirə bilər. Yəni bütün sahələrə aiddir də bu. Amma mən sırf təqliddən danışıram. Birə-bir. Bu gün indi mövzudan rəngin də dəyişmir deyirsiniz. Rəngin də dəyişmirlər. Bu gün məsəl üçün başqa sahə olsa da misal çəkmək istəyirəm. Deyək ki, filmlər çəkilir, təqlid. Deyək ki, musiqi klipləri çəkilir, təqlid. Hər şey təqliddir. Bəs yerli özümüzünkü, bizimki və yaxud, yəni biz deyəndə indi biz Azərbaycanı danışırıq da, yəqin İtalyanlar da belə yığışır danışır ki, bizim özümüz nə edirik, özümüzə aid məxsus misal üçün. Mən o yanlış təqlidləri deyirəm. Mən istəyərdim ki, bu təqlidlər olmasın və bu təqlidlər yığışsın. Bəhrələnmədir dediyim kimi, sosiallaşmadır, inkişafdır, beynəlxalq təcrübə əsaslanmanı mən ümumiyyətlə bütün işlərdə və öz işlərimdə də ən prioritet məsələ götürürəm. Beynəlxalq təcrübəni Azərbaycana daşımaq məşğul olduğum fəaliyyət üzrə. Hesab edirəm ki, bütün fəaliyyət sahələrinə məşğul olan bizim bu mütəxəssislər bizdə çatışmayan, hələ ki olmayan, amma potensialı olan işləri, yenilikləri siz dediyiniz, az öncə dediyiniz misal kimi gətirsin Azərbaycanda, Azərbaycan tətbiq etsin. Nəinki 10 saniyəlik, 15 saniyəlik qısa bir zövq üçün baxdı, təqlid etdi, çəkdi. İnan zala məşqə gələnlər onların əlindən məşq edə bilmir. Kontent çəkənlərin əlindən. Xarici blogerləri təqlid edənlərin əlindən. Hər yerdə zalın bu başından keçmə, kameranın önündən keçirsən, işığı kəsdin, nəsə çəkir. O nəsə dediyim çox mənasız bir məzmundur. Təqliddir. Görüb hansısa blogeri orada çəkiblər, onun eynisini çəkir. Kənarda məşq edən insanla məşq edə bilmir. Güzgüdən düşdüm, kameraya düşdüm, mən çəkilmək istəmirəm və s. və yaxud qantel rəfinin önünü uzun müddət məşğul tutur. Digər ödəniş edib gələn insan isə orada məşq eləməyə gəlir, təqlid etmir. Ona problem yaradır belə məsələlər. Mən o yanlış təqlidə görə deyirəm ki, şəxsən mənim öz fikrimdir ki, hələ ki sağlam həyat tərzi istiqamətində təəssüflər olsun ki, təqlid edirik hələ ki. Mən burada bir şey əlavə eləmək istəyirəm. Əslində dediklərim haqqında. Burada dövlət televiziyalarına böyük iş düşür. Bizim bilirsiniz uzun müddətdə dövlət televiziyalarda bu bayağı proqramlarla elə bilin ki, sosial medianın önündəki bu əngələ bir körük kimi getdilər və ona tətiklədilər onu, faydaları oldu. Sosial mediada nə olsa da dövlət televiziyası layiqli,
Azərbaycanda yeni brend yaradan, Azərbaycanın milli kimliyini ortaya qoyan, Azərbaycanın qeyrətli, namuslu oğlanlarını, bilgili övladlarını önə çıxardan proyektlər etməlidir. Yəni o yəqin ki, hamımız bilirik ki, xaricdə gedib Azərbaycanı layiqincə təmsil edən nə qədər bilim adamı, sənətçimiz, ifaçılarımız var. Bunları çıxartmaqdansa o bayağı insanları çıxartdıqları üçün insanlar müqayisə etmə qabiliyyətini itirirlər. Halbuki siz normal insanları çıxartdığınız zaman insan şuuru bunu anlaya biləcək. Bir müddət sonra anlayacaq, düzələcək. Siz məsələn televiziyalara bilgi yarışmaları çıxartmalısınız. Elə filmlər qoymalısınız ki, insanlar üçün öyrətici olsun və bu sizin milli kinematografiyanızı da tətikləsin. Bunlara dövlət sahib çıxsa, sosial mediadakı bu bayağı şeylər də, təqlidlər də azalacağını ümid edirəm. Bir də hətta mümkün olarsa, əlbəttə ki, bu bizim ixtiyarımızda deyil, sadəcə bir fikir olaraq səsləndirirəm ki, Instagrama və TikToka belə bəlli bir senzura tətbiq olunmuş olarsa, yəni əlbəttə ki, bir çox siz sağlam həyatı, biz fitness tərəfdən danışırıq, hətta psixoloji tərəfdən də ciddi problemlər yaradan kontentlər var. Yəni onlara bir məhdudiyyət qoyulmalıdır ki, insan ən azından özünü tanımağa, özünü inkişaf elətdirməyə, şəxsiyyətini, sağlamlığını və s. ora yönələ bilsin. Əks halda o ayna neyronlar deyirik də, güzgü neyronlar. İstər-istəməz, yenə dediyim kimi, şuur çox da güclü olmadığı zaman digər parçamız onu mənimsəməyə çox meyillidir. Necə ki, bir ağlamalı bir filmə baxıb kövrəliriksə, eyni şəkildə də o xoşa gələn ya da xoşa gəlməyən bir kontentə baxıb bir qrup insan, yəni onu asanlıqla götürə bilir. Çünki süzgəc yoxdur. Yəni o şuurla şuur altının arasında olan, buna kritik faktor deyirik, orada bir süzgəc olmalıdır. Süzmədən avtomatik olaraq depoya ötürür. Mən də belə olum. Nə üçün? Faydalıdırmı? Zərərlidirmi? Artıq o qismi yoxdur. O qismdə ölçmə baş vermir. O senzura tətbiq olunarsa, yəni mümkün qədər insanlara biraz bəlkə daha seçim qalmaz da, yəni ən azından. Həm də mən hesab edərəm ki, niyə bu sosial şəbəkədəki dırnaqarası trendləri təqlid etmək təhlükəlidir və ziyanlıdır. Yəqin siz də öz sahənizdən, yəqin ki, görmüsünüz, çıxıb dezinformasiya verən kardioloqları və yaxud psixoloqları mən dəfələrlə görmüşəm. Bir kardioloq çıxır, deyək ki, təzyiq haqqında başqa rəqəmlər deyir, o birisi başqa rəqəmlər deyir və deyir ki, ən son budur. Başqa kardioloq çıxır, deyir ki, bu müayinə üsulu ən yaxşısıdır, o birisi deyir, yox, başqasıdır. Yəni, çaşqınlıq var da, çox istiqamətlilik var. Yəni, bilmirsən ki, hansı doğrudur, hansı yanlışdır. Yəqin bəzi psixoloqlar da var ki, çıxır, orasına gəlir ki, baxırsan ki, bu biraz öncəki riskdə. Psixologiyada daha çoxdur hətta. Çoxdur, həddindən artıq çoxdur. Yəni, ümumiyyətlə, beynin işinə zid mövzular danışılır. Yəni, bəzən sadəcə izləyəndə insan düşünürəm ki, yəni, axı, beyin, biz danışırıq, beyin deyərkən biz 1 kiloqram, 400 qram orqandan danışmırıq da, orada zehindən danışırıq, sadəcə beyin deyə həmişə ifadə olunur. Amma onun iş prinsipi ümumiyyətlə buna uyğun deyil axı, yəni qətiyyən uyğun deyil, yəni danışılanla təzadlı bir fikirlər səslənilir. Heç bir əsası yoxdur. Heç bir əsası yoxdur. Sadəcə qonşu ölkələrdən kimsə bir dəfə bu söhbət edib, sizin dediyiniz o təqlid məsələsi eyni mövzudur. Sadəcə fərqli səs, fərqli görüntünün təqdimatında. Eyni mövzudur və hansısa bir əsası varmı? Xeyr, yoxdur. Sizcə bugün Azərbaycanda fitnessə başlayan kişi və qadınlar fərqli psixoloji səbəblərdən başlayır, yoxsa ikisinin səbəbləri də aşağı-yuxarı eynidir? Ortaq tərəf var, görüntü. Amma kişi bir güc simvoludur. O istəyir güclü görünmək. Yəni, əzələ kütləsi ilə, görüntüsü ilə və s. Bir şəkildə vizual insanlıqda, yəni o hamı anlayır ki, biri digərini ilk olaraq vizual olaraq dəyərləndirir. Bundan imtina etmək mümkün deyil. Bu, yəni insanın yaradılışında var. İlk vizuallıq dəyərləndirilir. Və kişi öz gücünü, yəni ortaya qoymaq üçün müraciət edir.
Qadın isə əlbəttə ki, xarici görünüşünü. Amma daha öncəki suala yenə əlaqə yaratmaq istəyirəm, çünki fikirləşdim, sözünüzü kəsmədim. Burada sosial şəbəkənin bir məsələsi də bilirsinizmi nədir? Öncəki, sonraki şəkil. İnsan beyni baxdı. Yəni mən həmişə deyirəm ki, göz görən orqan deyil, göz görmək üçün vasitədir. Görən orqan beyindir. Biz eyni şeyə baxıb fərqli şeylər görə bilərik. Çünki beynimiz göstərdi onu ona. Yəni bu adam nə görür? Beyin görür daha doğrusu. Əvvəl belə idi, indi isə belə oldu. Və proses yoxdur ortada, itdi. Yəni beyin onu sildi, yoxdur. Yəni öncə var və sonra var. Fitnessə gedir insan. Niyə görə? Yəni o son görüntünü əldə etməkdən ötürü. Müraciət elədi. 2 dərs, 3 dərs. Nəticə yoxdur. Nəticə yoxdur. Bəli. Ən ciddi elə o problem də deməyim, amma rast gəldiyimiz pozuntu odur. Əvvəl-sonra şəkilləri. O sonra versiyalar %80 düzəltmə şəkilləri olur. Və yaxud da peşəkar idmançı yanaşması ilə əldə olunan nəticədir. Sərt pəhriz, çox davamlı məşqlər, ciddi məhrumiyyətlər nəticəsində o forma yaranır. Amma sadə vətəndaş üçün bu təqdim olunur ki, bax mən belə idim. Özdə burada da müddət qısaldılır qəsdən. Bir ay yarıma belə oldum, 4-5 həftəyə belə. Halbuki o nəticənin arxasında ciddi bir müddət dayanır. İnsan da baxır, deyir, bu 4 həftəyə o qar nəzərlər çıxıb, nə yaxşı. Qabaqdan da yay gəlir, çimərlik fəsli gəlir. Gedim, mənim də 4 həftəyə qar nəzərəm çıxsın. Təfəkkürü, yanaşması ilə gedir. Gedir, onu əldə etmir. Belə deyirlər, bədii desək, daşa dəyir. Arzusu, istəyi. Burada sınır, küsür yedir. Sonra deyir ki, fitness pisdir və yaxud o məşqçi ilə arasında konflikt yaranır və bunu da yansıdır paylaşımlarına, filanına. Bu belə getdikcə böyük bir hörümçək toru yaradır da. Burada da əlbəttə o məşqçilərin, həmin şəkilləri hazırlayanların da günah payı var. Elə onlar başlayırlar. Peşəkar insan belə yanaşmır, peşəkar məşqçi belə etmir. Bilirsiniz, sizin orada gördüyünüz nədir? Onu görən insanın, nəticə ala bilməyən insanın aqressiyası. Amma mənim gördüyüm həmin o aqressiyanın arxasında yatan prosesdir. Ümumiyyətlə, o mövcud durum ilə hədəf arasında bir yol var. Həyat dediyimiz yer oradır. İnsanın həyat dediyi yer artıq şübhə altına alınır, ora silinir. Yəni, insan heç bir əmək vermədən nəticə almaq istəyir. O öncəki, sonraki şəkillər və sonra insanın aqressiyası, amma əslində olan insan beyni buna artıq adaptasiya olmağa başlayır. Mən buyam, bu olmaq istəyirəm. Necə? Orası yoxdur. Mən burada bir şey əlavə edeyim. İndi burada birincisi dediyiniz mövzular o qədər önəmlidir ki və insanlara bəzi şeyləri düzgün çatdırmalıyıq. Birincisi, hər işin fəlsəfəsi var. İdman eləmənin də bir sağlam həyat tərzinin də fəlsəfəsi var və bu sadəcə kişilərin maskulin, qadınların da fiqurda fit olmağı demək deyil. İnsanlar bunu başa düşməlidir ki, sadəcə əzələ kütləsi üçün getmir. İdman etmək, sağlam həyat tərzi, az təngənəfəs olmaq, aşağı təzyiq, aşağı xolesterin, aşağı şəkər, yaxşı yuxu, yaxşı yaddaş, yəni ilk sosial növbədə əlaqələr. Budur, bəli. Tibbi məsələlərin öndə olması. Budur, yəni görünüş. yoxsa biz görünüş üçün deyil, bunun üçün gedirik. Və bir də danışdığımız kimi idmanlar özləri də bölünür. Danışdığımız kimi əzələ kütləsi yığmaq, kardio idmanları, dözümlülük idmanları və bunun üçün bugün bizim zallarımızda insanlar ölür. Çünki ürək xəstəsində siz gedib ağır əzələ idmanlarına salarsanızsa, təbii ki, öləcək. Və yaxud da ki, nəzarətsiz hər hansı bir idmana salsanız, dözümlülük testinə salsanız öləcək. Onun üçün bunları çox dəqiq araşdırıb, insanın nə istədiyini bilib, ona başa salmaq ki, bu işin fəlsəfəsi, sağlam həyat tərzinin fəlsəfəsi zallarda olan qəflət ölüm deyil, tam dərsi bunu azaltmaqdır. Bunun üçün də mənə ayrı bir şey lazımdır, sizə ayrı bir şey, sizə ayrı bir şey. Və hədəfimiz də tamamən başqa bir şeydir, yaxşı yaşamaq. Və bir də burada beyindən danışdıq, beyin üçün də bunu deyim. Beyin yenə danışdığımız kimi 5 dəqiqəlik, 10 dəqiqəlik nəticə istəyir. Birincisi, idmana gedən adam öz-özünə soruşmalıdır ki, Üzeyir
10 il sonra sən bu həyat tərzini davam eləyəndə, bu həyat tərzini davam eləyəndə hara gedəcəksən? Bunu analiz eləyə bilməsi, düşünsə, başa düşsə, qərar versə, sağlam həyat tərzini seçəcək. Ki, idman eləməsə, sağlam həyat tərzi keçməsə, bunu gözləyən 60 yaşında bu adamı infarktdır, insultdur, paralizdir, təngi nəfəslikdir, artıq kilodur, şəkərdir. Alzheimer'dir. Alzheimer'dir, bəli. Bunu başa salmaq lazımdır insana. Gerisi zaten olacaq. Məncə biz bunlardan danışmalıyıq daha çox. Ki, yəni, bədənimiz yaxşı, sağlam oluruq. Yəni, özümüzü gənc hiss eləyirik. İdman eləmək yaddaşı ən çox artıran şeylərdən biri idman eləməkdir. Yəni, bunları başa salmaq lazımdır insan. Alzheimer'i ən çox azaldan səbəblərdən biridir idman. Bunu başa salmaq lazımdır. Bir əzələ kütlə sığmaq istəyir, buyursun, yıxsın. Məşqçilər də ona bütün vasitələrlə kömək eləsin. Heç bir şey demirik. Onsuz da bəlli bir müddətdən sonra məşqçilər də bir sonraki etapa keçəcəklər. Çünki fərqli şeylər etmək zorundadırlar. Çünki bəlkə də bir gün proqram olar, bu idman zallarındakı hadisələrdən də danışarıq. Mən bax indi siz dediniz, sizə mən sual verməkdə o məqsədim o Dorian Gray sindromu, o burada özünü göstərir. İnsanlar zahiri gözəlliyi seçiblər bu dəqiqə. Forma, bədən, əzələ kütləsi, yaya hazırlıq və yaxud bir aydan sonra toya gedəcəm, tez 5 kilo arıqlamalıyam. Daxildəki o önəmli insanı yaşadan, gələcəyə aparan tibbi göstəricilər unudulur tamamilə. O dediyimiz, siz misal çəkdiyiniz məsələlər. Bax, insanlar ona görə deyirəm, bu təqlid edə-edə o göstərişə qaça-qaça ancaq vizual görüntünü prioritet hesab ediblər. Zal məsələlərin, yəni zallarda fəsadlardan danışdınız, yeri gəlmişkən onu da soruşmaq istəyirəm və soruşmazdan əvvəl bir elə anons etmək istəyirəm. Əgər siz də razısınızsa, növbəti buraxılışlarımızın birində sırf ayrıca idmançı ürəyi və yaxud zallarda ölüm halları, idmançıların qəfil və anidən ölüm hallarına aid ayrıca böyük bir buraxılış edək. Hesab edirəm ki, çox önəmli və ciddi buraxılışdır. Edəkmi? Təbii ki, eləyək. Amma çünki bugün də o suala biraz cavab alım sizdən. Buyurun. İndi idmançı ölüm məsələsi çoxdur və bizim ölkəmizdə də çoxdur. Çox gündəmə də gəldi bəzi önəmli şəxslərə görə, amma bunların ötəsində də çoxdur. Sadəcə bir çox yerdə örtbas edilir. Təbii ki, bir çox səbəbi var. İndi burada idmançı ölümü dediyim zaman işi ikiyə bölməliyik. Bir idmançıların ölümü var. Bunların sayı daha azdır. Bir də idman zallarında ölüm var. Bunlar fərqli şeylərdir. İdmançıların ölümü əslində çox deyil. Sadəcə göz önündə olduğu üçün çox diqqət çəkir. Təbii ki, məncə bugün əsasən istəyirsiniz hamısından danışa bilərik və yaxud istəyirsiniz idman zallarından danışa bilərik və yaxud da vaxtımız bizə nəyə imkan verir? Məncə tam hamısını indi açmayaq, ayrıca bölümə saxlayaq. Amma xüsusən bu son dönəmlərdə və hətta mən oxudum xəbərlərdən, bu son 5-6 gün ərzində həm bizdə, həm xarici mediada fitness blogerlər olsun, idmançılar olsun və yaxud sadə vətəndaşlar olsun, 21 yaşdan 46 yaş aralığında 6-7 nəfər dünyasını dəyişir idman zalında. Ona görə indi ancaq idman zalında baş verən ölümü insanlar yanlış qəbul edir. Şərhlərdə görürəm. Hamısı bunun səbəbini atır idmanın üstünə. İdman səbəbi. Amma həmin vəfat edən şəxslərin ölüm məqamına baxanda bəzisi heç idmanı başlamamış. Sadəcə idman zalına gəlibdir, idmanı başlamadan orada dünyasını dəyişibdir. Bu hissəsini ancaq danışaq, genişini bölümə saxlayarıq. Bir neçə səbəb var. Birincisi, idmana getdiyimiz zaman bizim əvvəlcədən ürək xəstəliyimiz ola bilər və biz bunu bilməyə bilərik. Və 35 yaşına qədər olan qəfləti ölümlərin istər idman zamanı, istər idmandan sonra, istər də gecə yatanda. Bunların hamısının bir şəkildə idmanla əlaqəsi ola bilər. Bu insanların bir çoxu, bizim ölkəmizdə təbii ki, belə bir şansımız yoxdur, amma dünyanın aparıcı ölkələrində böyük sayda otopsi raportları var. Bunların 35 yaş altında olan qəfləti ölümlərin əksəriyyəti zaten ürək xəstələridir. O günə qədər bilinmir. Bunların bir çoxu
hiperkardiyomiyopatiyalar ürək əzələ xəstəlikləridir və ürəyin aritmiyalı xəstələridir. Ki o günə qədər özünü ortaya qoymayıb sadəcə və idman zamanı düzgün qidalanmamaq, su bu mikroelement ehtiyacını, tələbatını düzgün hesablamayan və yaxud bu olduğu halda kafein, alkoqol, başqa vasitələr, steroidlər istifadə edildiyi zaman bu insanlarda aritmiyalardan ölümlər çox artır. 35 yaşın üstündəki qrupda isə məsələ başqadır. 35 yaşın üstündəki qruplarda əksər hallarda ürək-damar problemləridir. Ürək-damar problemi var, ya olduğunu bilir. Məsələn, 45 yaşında bir adamdır, çox görürəm, infarkt keçirdib, düzəlib, həyatını qurtarmışıq. Bu adam indi siqareti filan tərk edib, siqaret tərk etdiyi üçün özünü biraz yaxşı hiss edir və idmana getmək istəyir və bayaq sizin dediyiniz kimi maskulin görüntüsünü bərpa etmək istəyir ki, sağlamdır deyə və məşqçiyə gedir, məşqçi buna bəli olar deyir. Burada doğru ayırd eləmək lazımdır. Məsələn, bir ürək xəstəsinə biz gedib əzələ kütləmizi artırmaq, idman bizə ən önəmli şey sağlamlığımız üçün. Birinci növbədə bunun üçün lazımdır da. Bayaq dediyimiz təngənəfəsliyimiz az olsun, rahat yaşayaq, təzyiqimiz və s. aşağı olsun. Kimə nə üçün lazım olduğunu bilməliyik. Bütün xaricilərin sözü var, bütün yumurtaları eyni səbətə qoymamalıyıq. Çünki qırılanda hamısı birdən qırılır. Onun ehtiyacına görə ona idman və dərəcəsini seçməliyik. Onun üçün 35 yaşın üstündəkilər də əsasən ürək problemi olanlardır ki, ürək damar tutulmasından, infarktdan ölür. Bizdə problem nədir? Bizdə problemin əsas səbəbi budur ki, öncəsində professional idmançılarımızda da belədir. Yaxşı, dəqiq araşdırılmır. Dəqiq araşdırılmadığı üçün qəflət ölümlər olur idman zamanı və yaxud idman zallarında. Bunun üçün çox ciddi skrininglər eləmək lazımdır və bir də bizim üçün önəmli olan bir şeyi diqqətə çəkmək istəyirəm. Bu, yenə bəlkə təqlid dediyiniz şeyə də burada dəstək olmuş olaraq ki, xaricilərə baxıb bədənimizi gücləndirmək üçün. Çünki mən bir zala bir adam girdiyi zaman bunun həqiqi çəkisi olduğunu, həqiqi öz əzələ kütləsi olub-olmadığını anlayıram da. Yəni, bir insanın proporsiyalarına uyğun olmur. Yəni, bu kimi hallarda bu steroidlər, anabolik maddələr istifadə edildiyi bəlli olur. Və bu anabolik steroidlərin istifadə edilməsi həm tromboz yaradır, həm aterogendir, yəni damarı tıxıyır, ürəyin enerji olan ehtiyacını azaldır, artırır, vazospazm yaradır, damarları daraldır. Bir çox mexanizmlə insanların ölməyinə səbəb olur. Hələ bunu istifadə edib, yanına da alkoqol, yüksək doz kafein, başqa vasitələr də istifadə edirsə, zallardakı ölümlərin bir çox səbəbi də bundandır. Dünya bu problemi həll eləmək üçün nə edib? Dünyada da əslində çox ciddi problemlər var. Bir kərə məşqçilər filan çox yaxşı masaj eləmək, süni canlandırma işini bilməlidir və dünyanın sadəcə Amerikada bəzi ştatlarda məcburidir. O ürək dayananda defibrillator var, elektroşok verənlər. O Amerikada bəzi ştatlarda məcburidir. O olduğu zaman və dəstə də buna uyğun təhsil və təlim aldığı zaman insanların həyatını qurtarmaq olar bir qismini. Onun üçün bu uzun mövzudur. Uzun mövzudur. Bunu hamısını indi danışmayaq. Biraz intizarda qalsın izləyicilərimiz. Amma böyük bir bölüm bu mövzuya mütləq ayıracaq. Çünki yanlış düşüncələr var bu istiqamətdə. Həm məşqçilər arasında, həm atletlər arasında, həm də sadə vətəndaşlar arasında. Mən hər ikinizin yekun fikrini və tövsiyəsini bu istiqamətdə, yəni sağlam həyat tərzi, trend və təqlid istiqamətində eşitmək istəyirəm. Ümumiyyətlə biz insan olaraq dediyim kimi sistemik və mən doktor sadaladı bəzi fizioloji prosesləri təzyiq düşməsi üçün, yəni stabil qalması üçün və s. və s. Eyni zamanda bu sistemi çalışdırmaq üçün hərəkət bizim üçün lazımdır. Bir tərəfdən də psixoloji qismdən baxsaq, diqqət yetirsək, çox insan depressiv, aqressiv vəziyyətdədir. Yəni bunu dana bilmərik. Bilirsiniz, burada hansı faktor var? Yəni biz deyək ki, hər hansı bir qorxulu heyvanla qarşı-qarşıyayıq və o zaman ya mübarizə aparmalıyıq, ya qaçmalıyıq. Belə yaradılmışıq.
Stres anında kortizol hormonu qalxır və mübarizə aparanda, hərəkət edəndə o enir. Amma normalda insan nə olur? Əslində nədənsə çox qıcıqlıdır, əsəbidir, deyək ki, evdədir. Və belə olan halda yenə də həmin hormon qalxır. Amma insan oturmağa davam elədikcə o hormonu aşağı düşürməyə nail olmur. Heç bir halda nail olmur. Yəni o idmanla məşğul olsa, sağlam həyat tərzi yaşamış olsa, həm stresini, həm aqressiyasını, yəni psixoloji narahatlıqlarını yoluna qoymuş olacaq avtomatik olaraq. Digər tərəfdən də mənə belə gəlir ki, o 5%lik dediyimiz o şuur insan üçün o qədər böyük xəzinədir ki, yəni bu heç bir canlıda yoxdur da, bizə verilib. Yəni onu hərəkətə keçirmək üçün, o zehni düzgün işlətmək üçün ən yaxşı çıxış yolu sağlam həyat tərzi yaşamaq, yəni ona uyğun seçim olaraq, idmanı trend olaraq deyil, kiməsə göstərmək üçün deyil, bəlkə fit bədən üçün də tam deyil, hardasa o da bir hədəf ola bilər, normaldır, amma önəmli olan o sistemi sağlam tutmaq üçün, o zehni düzgün işlətmək üçün mütləq tövsiyə edirəm ki, yəni bunu diqqət alaq. Mən indi danışdıqlarımı xülasələsəm, özətləsəm bunu deyə bilərəm ki, birincisi, insanlar özlərinə sual verməlidirlər ki, mən bu yaşadığım həyat müddəti ilə, həyat tərzi davam eləsəm, 10 il sonra təxminən harda olacam və həyatımı bugün dəyişib sağlam həyat tərzi keçirsəm, harda olacam. Bunu ayırsınlar beyinlərində və sağlam həyat tərzinin nəticələrini görməyə çalışsınlar. Çünki beyin rahatçılığı sevir. Amma 10 il sonra daha sağlamlığını görsə, sağlam həyat tərzinə başlaya bilər. İkincisi, bu sağlam həyat tərzinə başladığımız zaman idman, pəhriz, burada hər zaman problemlər olacaq. Biz bəzən pozmalı olacaq. Bu dünyanın sonu deyil. Mənim çox sevdiyim bir söz var, deyir ki, müvəffəqiyyətsizlik önəmli deyil, əgər dərs almağı bacarırsaq. Həyatda hər şeyin təlafisi, həlli, çözümü var ölümdən başqa. Onun üçün heç bir şey son deyil, davam eləmək lazımdır. Üçüncüsü, qarşımıza bu davamlılıq gətirə biləcək şəkildə hədəflər qoymaq lazımdır. Birdən-birə çox böyük hədəflər qoyulduğu zaman bu tutturula bilmir və bunlar defaultla, uğursuzluqla nəticələnir. Onun üçün qısa, məntiqli hədəflər qoymaq lazımdır. Bu sağlam həyat tərzimiz haqqında bu. Bir də dediyim kimi sağlam həyat tərzini nə üçün eləyirik? Biz onu bədənimizi göstərmək üçün deyil, sağlamlığımız üçün, rahat nəfəs almağımız üçün, xəstəlikləri azaltmağımız üçün və sağlam bədəndə bilirsiniz söz var da, sağlam ruh olar. Yəni, həqiqətən belədir, sağlam bədən, sağlam ruh olar. İdmançılar, məsələn, həqiqi idmançılar əslində heç davakar olmayan çox sadə insanlardır bunlar. Yəni, siz onları nə düşünərsiniz? Bunlar davakar, onlar çox sadə insanlardır. Yəni, çox təmiz düşünən insanlardır. Onların ürəyində zərrə qədər pislik yoxdur. Bu adamdan heç bir cəmiyyətə pislik gəlməz. Onun üçün bunu anlamaq, dərk eləmək lazımdır və sağlam həyat tərzinin idmanı buna görə eləmək lazımdır. Gələyin qidalanma barədə mövzumuzun içində də dediyimiz kimi təbiətdə olan hər şey bizim üçün yaradılıb, qaydasında istifadə edə bilərik. Qaydasında, az, ölçüsündə, qədərində. Faydalı olan şeylərində çoxu zərərlidir. Onun üçün və bir də yemək yemək, biz ehtiyacımız olan zaman yemək yeməliyik. Yəni, acdığımız zaman yemək yeməliyik. Yəni, yeməyi gündə 3 dəfə yemək yeyin filan. Bu vərdişlərdən uzaqlaşmaq lazımdır, kənar durmaq lazımdır. Mən də öz adımdan qısaca fikrimi bildirmək istəyirəm, yəni yekun olaraq. Yəni, sağlamlıq və sağlam həyat tərzi bir və ya iki tərkibdən ibarət olan bir anlayış deyil. O bütöv və böyük bir sistemdir. İçində fərqli-fərqli hissələr var, tərkiblər var, mexanizmlər var. Onlardan biri və ya bir neçəsi çalışmazsa, sağlam həyat tərzi yaşayıram deyə bilməzsiniz. Misal üçün, həftədə 3 dəfə fitnesslə məşğul olmaq, sağlam həyat tərzi sürürəm demək deyil. Və yaxud pəhri saxlamaq heç deyil. Yəni, siz həftədə 3 dəfə fitness məşqlərinə gedə bilərsiniz, amma digər günləri stres və depressiya halında yaşayırsınızsa, sosial rifahınız yüksək deyilsə, kiçik uğurlarınız yoxdursa və bu uğurlara sevinmirsinizsə,
sadə, bəsit həkim müayinələrini getmirsinizsə, gigiyena qaydalarına əməl etmirsinizsə, yaxınlarınızla fiziki, sosial təmasınız yoxdursa, yəni bütöv halda siz deyə bilməzsiniz ki, mən sağlam həyat tərzi sürürəm. Yəni sağlam həyat tərzi eyni zamanda göstəriş deyil, əzələ kütləsi deyil, təqlid deyil. Yəni bir sözlə sağlam həyat tərzinin ən aparıcı meyarı, qüvvəsi davamlılığın və müntəzəmliyin olmasıdır. Yəni siz faydalı iş əmsalı görürsünüzsə, bunu müntəzəm və həmişə görməlisiniz. İdmanla məşğul olursunuzsa, həmişə məşğul olmalısınız. Pəhriz saxlamalı deyilsiniz, əgər tibbi göstəriş yoxdursa. İl boyu sağlam qidalanma tərzinə əməl etməlisiniz. Yəni kompleks yanaşma, müntəzəmlik, davamiyyət, stressdən uzaq, sosiallaşma, sosial rifahınızın, yaşamınızın yüksək olması və təqliddən uzaq. Yalnız bu halda sağlam həyat tərzi yaşayıram və deyə bilərsiniz. Mən qonaqlarıma dərin təhlil üçün təşəkkür edirəm. Fitness Plus podkastına baxdınız. Gələn buraxılışda görüşərik.